Salam əziz izləyicilər, Öztürk TV-nin Kültürünü Yaşadanlar verilişində xoş gördük sizləri. Mədəniyyət bir millətin yaddaşıdır. Bu yaddaşı yaşadan insanlar isə cəmiyyət üçün böyük bir əhəmiyyət daşıyır. Bugün mədəniyyət sahəsində fəaliyyət göstərən bir insanı sizə təqdim edəcəm. Bugünkü qonağımız mədəniyyət sahəsində çalışan Sadiq Nasirdir. Onun fəaliyyəti, düşüncələri və gördüyü işlər haqqında söhbət edəcəyik. Xoş gördük, Sadiq bəy. İlk olaraq tamaşaçılarımıza özünüzü necə təqdim edərdiniz? Xoş gördük. Mən də öz növbəmdə Öztürk TV televiziya kanalını salamlayıram. Mən Sadiq Nasir. Uzun illərdir mədəniyyət sahəsində fəaliyyət göstərirəm. Əsas istiqamətlərim bədii qiraət və aktyorluq sahəsidir. Və o cümlədən sosial platformalarda milli dəyərlərimizi təbliğ edirəm. Məqsədim Azərbaycan mədəniyyətini yaşatmaq və onu yeni nəsillərə sevdirməkdir. Bu sahədə fəaliyyətə başlamağınıza nə səbəb oldu? Mən hiss edirdim ki, söz vasitəsilə insanlara təsir edə bilirəm. Eyni zamanda cəmiyyətimizdə mədəniyyətin təbliğinə ehtiyac olduğunu görürdüm. Və bu sahədə daha ciddi fəaliyyət göstərməyə qərar verdim. Hal-hazırda mədəniyyət sahəsində hansı işlərlə məşğulsuz? Hal-hazırda sosial platformalarda bədii qiraət edirəm. Müxtəlif layihələr üzərində işləyirəm. Gənclərlə işləyirəm. Onlara səhnə mədəniyyəti və nitq üzərində dəstək verirəm. Eyni zamanda aktyor və bədii qiraətçi kimi fəaliyyət göstərirəm. Sizin üçün mədəniyyət nə deməkdir? Mənim üçün mədəniyyət millətin ruhudur, kimliyidir. İnsan mədəniyyəti ilə tanınır. Əgər biz mədəniyyətimizi qoruyub yaşada bilsək, gələcəyimizdə qorumuş olarıq. Sadiq bəy, bu sahədə ən böyük çətinliklər nələrdir? Ən böyük çətinliklərdən biri gənclərin diqqətini bu sahəyə yönəltməkdir. Müasir dövrdə diqqət daha çox əyləncəyə yönəlir. Amma mədəniyyət də düzgün təqdim olunarsa, çox maraqlı və cəlbedici ola bilər məncə. Sizin həyata keçirdiyiniz layihələrdən hansını daha önəmli hesab edirsiniz? Mənim üçün ən böyük layihə insanlara təsir edən, onların düşüncəsində iz buraxan layihələrdir. Sosial platformalarda etdiyim bədii qiraətlər və insanların bu videolardan təsirlənməsi mənim üçün ən böyük olurdu. Sadiq bəy, sizcə gənclərin mədəniyyətə marağını necə artırmaq olar? Mən düşünürəm ki, gənclərə mədəniyyəti müasir formada təqdim eləmək lazım. Sosial media, video kontent, qısa və təsirli çıxışlar bu baxımdan çox önəmlidir. Onları məcbur eləmək lazım deyil. Onlarda maraq oyatmaq lazımdır. Bildiyimə görə siz də Türkiyədə yaşamısınız. Sizcə, Türk dünyasının ortaq mədəniyyətini qorumaq üçün nə etmək lazımdır? Türk dünyasının ortaq mədəniyyəti çox zəngindir. Onu qorumaq üçün ortaq layihələr lazım. Festivallar, media əməkdaşlıqlar vacibdir. Ən önəmlisi isə dilimizi və dəyərlərimizi qorumaqdır. Sadiq bəy, həm bədii qiraətçi olaraq, həm də aktyor olaraq gələcək planlarınız nədir? Gələcəkdə daha böyük layihələr həyata keçirmək istəyirəm. Öz layihələrimlə həm Azərbaycan, həm də Türk dünyasında tanınmaq, gənclərə dəstək olmaq əsas hədəflərimdən biridir. Həyatınızda sizi ən çox təsirləndirən hadisə nə olub? Həyatımda məni ən çox təsirləndirən anlar insanların mənim çıxışlarımdan təsirlənməsi, duyğulanması oldu. Bir insanın qəlbini toxuna bilmək mənim üçün ən böyük dəyərdir. Dəyərli izləyicilər, bugün mədəniyyət sahəsində fəaliyyət göstərən bədii qiraətçi Sadiq Nasirlə maraqlı söhbət elədik. Davranış insanın aynasıdır. Mədəniyyət isə onun ruhudur. Növbəti verilişdə görüşənədək sağ olun, salamat qalın.